Bugünkü blok suallarıyla tanış olaq. Deyir ki, fx funksiyasının qrafiki x0 bərabər 5 olan nöqtədə çəkilmiş toxunan tənliyi budur. F5 üstəgəl f törəmə 5'i tapın. Uşaqlar, F5 o deməkdir ki, verilmiş tənlikdə x-in yerinə 5 qoy. Mən bilirəm ki, funksiyanın özünü y bərabərdir fx şəklində yaza bilərəm də. Yəni f5 elə o deməkdir ki, x-in yerinə 5 yaz. F5'i tapan zaman tənliyimi verib də budur. Yerinə qoyacağım, x-in yerinə olacaq 7 vur 5 çıx 3. O da elədir 32. İndi f törəmə 5 bilməliyəm. Uşaqlar, f törəmə 5 toxunan tənliyindən məlumdur ki, bizə k-ya bərabərdir. K isə nədir? K toxunanın bucaq əmsalıdır və verilmiş tənlikdə x-in əmsalıdır. Yəni 7-dir. Və salam, hər ikisini tapdım, toplayıram. 32 üstəgəl 7 eləyir 39. Cavab Y variantı. Baxıram 2 nömrəli suala. Mənə belə bir şərt verir. Deyir ki, bu ifadəni sadələşdir. Uşaqlar, bu ifadəni sadələşdirmək üçün bunu kökün altından çıxarmaq lazımdır. Bəs necə çıxaraq? Baxıram ki, burada əslində 20-ni mən parçalasam, 2 vurulsun, B vurulsun, 10B kimi yazsam, tutalım ki, bunu belə yazsam və heç belə yazmaya ehtiyac yoxdur. Uşaqlar, bu 20-ni birinci parçalayıram. Yazıram ki, kök altında B çıxılsın, B üstəgəl B çıxılsın. 20 B'dən dəqiq kök çıxmır, amma 20 B'nin yerinə 4 vur 5 vur B kimi yazsam, 4'dən kök çıxacaq. Qalacaq 2 kökdə 5B. Uşaqlar, burada artıq görürəm ki, bu kökün altı müxtəsər vurma düsturudur. Nəyin düsturudur? Kök altında B çıx, kök altında 5'in mötərizə kvadratıdır. Birincinin kvadratı çıxılsın, birinci ilə ikincinin hasinin 2 misli, üstə gəl ikincinin kvadratı. Kökdə 5'in kvadratı 5 eləyir. Və salam, burada bununla bu, yəni kök altı ifadənin dərəcəsini, kökün dərəcəsi ixtisar gedəcək. Lakin kökün altı kökün dərəcəsinə görə, yəni kökün dərəcəsi cütdür də, kök altı ifadə həmişə müsbət olmalıdır. Birinci mən bunu modulda yazmalıyam. Yəni itirməməliyəm modulu. İndi baxıram ki, burada B 5'dən böyük bərabərdir. Yəni 6, 7, 8, 5 də olsa 0 olacaq. Və modulun daxili nədir? Müsbətdir. Modulun daxili müsbətdirsə, moduldan ədədlərin özü çıxacaq. Sadəcə burada mənfi işarəsi olduğu üçün əksini çıxardıram. Elə bir ki, əksini çıxarmıram. Əslində modulun özü çıxır, lakin bu mənfi hər bir işarəni təsir edir. Müsbət B çıxır, mənfiyə dəyər mənfi B olur. Mənfi B kök altında 5 çıxır, mənfiyə dəyər olur. Müsbət kök altında 5. B'lər islah gedir, qalır cavab kök altında 5. C variantı. Baxıram 3'ə. Təzə meyvə quruldulur və kütləsinin 80%-ni itirir. Deyir ki, nə qədər təzə meyvə götürmək lazımdır? X qədər təzə meyvə götürürəm. Götürdüyüm X kiloqramın həmişə 80%-i nə olacaq? İtkiyə gedəcək. Tutalım ki, sudur, getdi itkiyə. Yerdə nə qalacaq? Qurumuş hissəsi. Qurumuş hissə nə qədərdir? 32 kiloqram quru meyvə bərabərdir 32-yə. Və salam. Buradan da mən X-in məxrəcinə 1 yazıb, 100-də 1'i bölürəm. 100'ü bölürəm 1'ə 100 qalır. 100x-dan 82 çıxanda 20x qalır. O da bərabərdir 32-yə. İxtisar gedir 20-yə 5'də 1. X də bərabərdir 32 vur 5. O da deyir 160. Deməli 160 kiloqram təzə meyvə götürməliyəm ki, 80%-ni itirəndə 32 kiloqram yerdə qalsın. Baxıram 4 nömrəli tapşırığa. Ədəd elə 3 natural ədədin cəminə bərabərdir ki, onların biri 57-yə, digəri 24-ə, digəri isə 19-a tam bölünür. Alınan qismətlər də bərabərdir. Verilmiş ədədin axırıncı rəqəmini tapın. Uşaqlar, ədədi bilmirəm. Ədədim olsun ki, tutalım A-dır. Bu bir ədəddir. Və bu A ədədinin 3 dənə ədədə bərabər. Deyirəm, biri x-dır. Elə 3 dənə bir ədədin cəminə
bərabərdir. Yazdım. Nə ədədi bilirəm, nə də cəm bilirəm. Bu cəmdə olan x, y, z uyğun olaraq 1,57-yə, digəri 24, digəri 19-a tam bölünür. Və sançıbolu bölmə çəkirəm. X-i bölürəm 57-yə. Y-i bölürəm 24-ə. Z-i də bölürəm 19-a. Deyir ki, qismət eyni qalır. Qismətə də deyək bir dənə T. Qismətlərimiz eynidir. Eynidir. Və tam bölünürsə, qalıq nədir? 0. Qalıq nədir? 0. Uşaqlar, biz qalıqlı bölmədə nə keçmişdik? Bölünən bərabərdir. Bölən vur. Natamam qismət üstəgəl qalıqdır, elə deyil. Burada indi qalıq 0 olduğu üçün x-i tapmaq üçün nə edəcəm? X bərabərdir 57 vur t-yə. Yazacağım ki, x bərabərdir 57 vurulsun t-yə. Y nəyə bərabərdir? 24 vur t-yə. Z nəyə bərabərdir? 19 t-yə. Mənim də A dədim bu üçünün cəminə bərabərdir. A bərabərdir. 57-nin üstünə gəlirəm. 24'ü eləyəcək 81. 81'in də üstünə 19 gələndə alacağım 100. 100 t. Uşaqlar, burada t, baxım görüm t nədir? T qismət idi də, elə deyil. Və tam bölünürdü. Bu qismət t'dir. T'yə burada istənilən bir qiymət ver. Və burada natural ədəddən söhbət gedir. Baba deyir ki, natural ədədlər. T də natural ədəd olmalı təbii ki. İstənilən natural ədəd ver ora. 1, 2, 3. Həmişə sonu nə ilə qutaracaq? 0-la. Və salam. Verilmiş ədədin axırıncı rəqəmi 0-la qutaracaq. 4 nömrəli sualda belə getdi. Baxırıq 5-ə. Deyir, tənliyini həll elə. Tənliyi həll eləmək üçün mən burada ikinci mötərizəni çevirmə düsturundan istifadə edərək daha sadə hala gətirəcəm. Birinci mötərizənin işim yoxdur. Olduğu kimi yazıram. İkincidə çevirmə düsturunu necə tətbiq edəcəm? Dəqiqə. Aha. Uşaqlar, 100 dərəcənin yerinə yazaram ki, sinus 90 üstəgəl 10 üstəgəl x bərabərdir 0-a. 90 niyə yazdım? Çevirmə düsturunda 190-a yaxın idi ona görə. İndi mən burada bilirəm ki, 90-ı mən pi böl 2 şəklində yazsam, çevirmə düsturunda nə deyirdik? Deyirdik ki, pi, yəni 180 dərəcədə. Burada olacaq ki, pinin məxrəcində 2 olduqda, ümumiyyətlə pinin məxrəcini birdən fərqli bir ədəd olduqda, trigonometrik funksiyanın adı dəyişir. Və müsbət mənfiliyinə görsə onun rübünə görə baxırıq. Rübdə də biz artıq bu 90 dərəcə iştirak elədi. Onun ad dəyişiminə görə yerdə qalansı bizim bucağımız oldu. 10 üstəgəl x. Ümumi şəkildə burada 100 üstəgəl x-dır. Yəni düşür ikinci rübə. İkinci rübdə də sinus müsbətdir. Deməli olacaq ki 2 kosinus x üstəgəl 10 dərəcə. Sinuslu 90 dərəcə pi böl 2'dir. Ad dəyişir olur. Kosinus yerdə qalansı mənim bucağımdır. 10 üstəgəl x və müsbət olduğu üçün elə olduğu kimi qaldı. Bərabərdir 0-a. Uşaqlar, 2 dənə görsən arqumentlər eynidir, funksiyalar da eynidir. 2 dənə kosinus x üstəgəl 10 çıxılsın, bir dənə kosinus 10 üstəgəl x. Toplanan yerindəsən cəm dəyişməsi eyni şeydir. Yerdə qalır bir dənə kosinus x üstəgəl 10 dərəcə. Bərabərdir 0-a. İndi biz buradan sadələşmə aparmalıyıq. Bu da bizim xüsusi halımızdır ki, xüsusi hal deyir ki, x üstəgəl 10, yəni kosinus x bərabərdir 0 tənliyinin həllində x bərabərdir pi böl 2 üstəgəl pi k şəklində yazılır. İndi burada bu bərabərdir. Bu elə bir xüsusi haldır uşaqlar. Bunu əzbər bilməlisiniz. Yerinə yazıram ki, pi böl 2 üstəgəl pi k. İndi burada pi böl 2, pi də 180 dərəcədir. Elə deyil. Götür qoy yerinə. 180 böl 2 90. X də bərabərdir. 90 dərəcə müsbət 10 atıram digər tərəf mənfi 10. Bunlar hamısı dərəcələrdir də. İndi hər dəfə dərəcə yazmıram.
Üstə gəlsin pi k. Pi də 180 dərəcədir. Yəni 180 vurulsun k. X də bərabərdir. 80 üstə gəl 180 k o da elədi. 80 üstə gəl 180. İndi mən k yazmışam. Bəzən k-ya n də yaza bilərlər. C variantı. Bu da belə. Keçirik növbəti suala. 6 nömrəli tapşırıqda deyir ki, tənliyini həll et. Uşaqlar, bu tənliyi müxtəlif üsullarına yaza bilərik. Ən sadə üsulu. Burada görürsünüz, biraz qarşılığı var, amma bura daha rahatdır da. Mən götürərəm tənliyin hər iki tərəfini 4 üstü x-a bölərəm. Niyə? İndi göstərəcəm sizə. Burada yazaram ki, 7 vurulsun 49 x. Hər iki tərəf bölürəm də 5 vur 14 x bərabər 2 vur 4 üstü x. Hər iki tərəf bölürəm 4 üstü x-a. 4 üstü x-a vuranda bu 7 sabit kimi saxlayıram. Yəni 7 vurulsun. Mən bunu buna bölə bilərəm. Üstə gəl bunu buna bölə bilərəm. Yazaram 7 vurulsun 49 üzərində x. Elə bir ki, dərəcələri eyni olduğu üçün onları belə yazdım. Üstə gəl 5 vurulsun 14 bölü 4 üzərində x bərabərdir 2. Bunlarda ixtisar getdi, qaldı bu. Şimdi mən buradan 4'də 49'un yerine yazaram ki 7 vurulsun 2'də 7'nin üstündə 2x və yaxud yazaram ki x üstü 2. Belə də yaza bilərəm. Üstə gəl 5 vurulsun. Bunu da ixtisar aparsam qalar 2'də 7 üstündə x. 2'ni də atıram bu yana olur. Mənfi 2 bərabərdir 0'a. İndi buradan mən sadələşmə aparmalıyam. 2'də 7 üstündə x-a bir mən desəm t. Olacaq ki 7 vur t kvadrat. Üstə gəl 5 vur t çıx 2 bərabərdir 0'a. Bunu vuruqlara ayırmaq lazımdır. Gəlin bunu belə vuruqlara ayıraq ki, burada yazacağım. Gəlin 7t kvadratını parçalayaq və yaxud diskriminantla da gedə bilərik. 5t kvadrat üstə gəl 2t kvadrat üstə gəl 5t çıx 2 bərabərdir 0'a. Bunları bir qruplaşdırıram. Bunları bir qruplaşdırıram. 5t'ni qarşıya çıxaram. Qalır t plus 1. Çıx 2'ni qarşıya çıxaram. Qalır t kvadratı. Daha doğrusu üstə gəl çıxaram. Qalır t kvadrat çıx 1. O da bərabərdir 0'a. Buradan da yenə ortaq vuruq kimi t plus 1 çıxacaq. Qalacaq ki 5t üstə gəl 2 vurulsun t minus 1. O da bərabər 0. İşimizi uzatdıq. Biraz eyb yox. Vurulsun 7t çıx 2 bərabər 0'a. Burada t bərabər mənfi 1. Hasilin 0'a bərabər olması üçün vuruqlardan heç olmasa biri 0'a bərabər olmalıdır. Burada da 7t çıx 2 bərabər 0'a. T də bərabərdir 7-də 2'yə. İndi mən burada 2 dənə t tapdım. Əvəzləmə aparmışdım. Demişdim bu da. Bu əvəzləmə idi. Uşaqlar 2'də 7 üstü x bərabərdir mənfi bir tənliyin həlli yoxdur. Çünki qüvvət funksiyasının qiyməti mənfi də bərabər ola bilməz. Ona görə t'nin mənfi bir qiymətini götürmürəm. T'nin götürəcəm 7'də 2 qiymətini. Yazacağım ki 2'də 7 x bərabərdir 7'də 2'yə. Bu nə zaman bir-birinə bərabər olar? Təbii ki, x bərabərdir mənfi bir qiymətində. Çünki mənfi üstü qüvvət həmişə bir kəsrə bərabərdir ki, bu kəsrin surətində həmişə bir, məxrəcində isə həmin kəsrin müsbət üstü qüvvəti yazılır. Yəni, burada tərsinə çevirmək lazım olacaq. 2'də 7 üstü mənfi 1 bərabərdir 7'də 2'yə. Belə. Tənliyin həll elədim. X bərabərdir mənfi 1 D variantı. Keçirəm 7 nömrəli suala. Qrafikə təsvir olunmuş y bərabərdir fx xətti funksiyasının böyük fx ibtidai funksiyasının ümumi şəklini göstərin. Uşaqlar,
Birinci mən burada xətti funksiyanın ümumi şəklində yazılışını bilməliyəm. Xətti funksiya ümumi şəkli y bərabər kx üstəgəl b şəklində yazılır. Burada b o qrafikin ordinat oxu ilə kəsişmə nöqtəsidir. Yəni b-miz 1-dir. B-ni tapdım 1. İndi gəlirəm bu hissəyə. Uşaqlar x absis oxu üzərində kəsişmə nöqtəsində y 0-dır. Deməli burada x-imiz nədir? X-imiz 1-dir, y-imiz 0-dır. Baxın, bu nöqtədə y 0-a bərabərdir. Bu belə. Götürün bu düsturda yerinə qoyuram. Y-im 0-dır, x-im 1-dir, 1 vur k üstəgəl 1. Buradan k-nı taparam ki, -1-ə bərabərdir və salam. İndi ümumi şəklində yazsam y bərabər kx üstəgəl b, k -1 olduğu üçün -x üstəgəl 1. Mən bunu tapdım ki, bu mənim funksiyamdır. Amma mən bu funksiyanın ibtidai funksiyasını qurmalıyam. İbtidai funksiyanı qurmaq integralı qurmaq deməkdir. Yəni integralını tap. -x üstəgəl 1 dx. Bununla integralını tapan zaman mənfi ilə işim yoxdur. Ya da bunu çaşmamaq üçün belə də yaza bilərsiniz ki, 1 çıx x kimi də yaza bilərsiniz. Burada olacaq ki, mənfi ilə işim yoxdur. Dərəcələrin üzəri bir vaxt artacaq və həmin artımı məxrəcə böləcəm. X üstü 1-dir, olacaq x kvadrat bölü 2. 1-i x-a görə integrallasam olacaq x. Bir də qeyri-müəyyən integral olduğu üçün üzərinə bir s sabiti gələcək. Cavab da eləyəcək B variantı. Baxırıq 8 nömrəli tapşırığa. 8 nömrəli tapşırığı iki cür göstərə bilərik, amma mən açılışını da göstərmək istəyirəm. A1, A11-i, A12-ni, A12 açırıq birinci. Alacağım ki, A1 üstəgəl 10D üstəgəl A1 üstəgəl 11D üstəgəl A1 üstəgəl 12D. Bunu qısa olaraq da yazmaq olar. Mən özüm açıram sizə. A11 vur A12. Uşaqlar A1, 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 3 dənə A1. 3A1 üstəgəl 10, 11, 12. O da eləyəcək 33 D bərabərdir A11 üstəgəl A12. Burada 3'ü qarşıya çıxarsam qalacaq ki, A1 üstəgəl 11D bərabərdir A11 vur A12. Buradan da A1 üstəgəl 11D 12'ye bərabərdir. 3 vurulsun A12 bərabərdir A1 1 vur A12. Uşaqlar, burada müsbət hədlər olduğu üçün A12, yəni A12'lər 0 ola bilməz. Çünki müsbətdirlər. Ona görə rahat ixtisar aparıram. Anılır ki, A11 bərabərdir 3'ə. A11, yəni A11'i tapdım 3. İndi silsilənin ilk 21 həddin cəmini tapmalıyam. S21'i tapmalıyam. S21 bərabərdir A1 üstəgəl AN, yəni N'inci hədd neçədir? 21'ə qədərdir də hədlərim. 21 böl 2 vur N. N'də saydı 21 dənə həddin cəmini tapıram. İlk 21 həddin cəmi. İndi burada A21'i atsam, alacağım ki A1 üstəgəl 20D böl 2 vur 21. A1 üstəgəl A1 2 dənə A1'dir. 2A1 üstəgəl 20D böl 2 vur 21. Bölmənin paylama qanunu istifadə edib bölsəm, alacağım ki A1 üstəgəl 10D vurulsun 21'ə bərabər imiş. Bunun da cavabını mən tapmışdım ki, neçədir? A11 3 idi. Daha doğrusu A11 3 vurulsun 21. O da eləyir 63 A variantı. Keçirik 9 nömrəli tapşırığa. 9'da deyir ki, y bərabərdir 2x funksiyasının qrafiki 0,1 parçasında absis oxu üzərində fırlanmasından alınan. Uşaqlar, burada uşaqlar götürüb deyirlər ki, x-a 0 deyim, y-a 1 deyim. Xeyr. Burada şərt deyir ki, 0,1 absisin qiymətləridir. Deməli, x-a bir dəfə 0, bir dəfə də x-a 1 qiymət verəcək və aparıb yerinə qoyacaq. Burada y-ı tapacağım. X-im 0 olanda y-ım 0 olur.
X-ım 1 olanda Y-ım 2 olur. Və salam. İndi bunu göstərsəm, səliqəli bir qrafik çəkdik. Mən bunu burada göstərsəm, X0, Y0 bax uşaqlar buradır. 0, 0 nöqtəsindən keçir. X-ı 1, Y-ı 2. Tutalım ki burada. Aha. Və bax burada da bu belə. Absis oxu üzərində fırlanmasını, yəni bu düz xətt fırlanır. Harda fırlanır? Buradan fırlanır. O biri tərəfə bax. Bu uşaqlar bu yana keçsə, bu artıq ordinatı vurub aşacaq, keçəcək. Artıq bu ordinat ətrafında da fırlanmağa başlayacaq. Absis oxu budur. Bunun ətrafında fırlanır. Öz xoşu ilə fırlanır. Yəni burada bir fırlanma baş verəcək. Bu fırlananda nə yaranacaq? Bu tərəflər üçbucaq şəklindədir. Elə ki üçbucağı fırladırsan. Bax elə bir bunu sən fırladırsan. Eyni yerdə fırlananda nə olacaq? Oturacaqda bir çevrə yaranacaq. Yəni bir konus alınacaq. Y variantı. Elə bir ki kosanın başı da uşaq bax belə. Belə bir şey alınacaq. Bu da konusdur. Baxırıq 10 nömrəli tapşırığa. 10 nömrəli tapşırıq biraz qarışıq verib. Biraz yox, çox qarışıq verib. Gəlin bunu bir dənə yer açaq. Davam eləyək. Katetlərim verib 8 kökdə 2 olan bərabər yanlıdır. Bərabər yanlıdırsa, onda mən belə hesab bilərəm. Burada 8 kök 2-dir. Burada 8 kök 2-dir. Bilirəm ki, düzbucağını yaradan tərəflər katetdir. Katetlərdə deyir bir-birinə bərabərdir. Çünki bərabər yanlı üçbucaqdır. Müstəvi üzərində olmayan nöqtə, bura bir nöqtədən, S nöqtəsindən üçbucağın təpələrinə düz xəttlər çəkilmişdir. Bu qədər olan məsafə 10'dur. Tutalım ki, bura 10'dur. Yazdım, bura 10. Məsafə 10 santimetrdir. S nöqtəsindən AB hipotenoza qədər olan məsafəni soruşun. Məsafəni soruşun derim, tapın. Bura A'dır, bura B'dir. Bizdən soruşur ki, AB hipotenuzuna qədər olan məsafəni, bax, buranı soruşur. İndi mən bu məsafəni tapmaq üçün, bütöv elə ki, budur da uşaq. Bax, bütöv bunu soruşur. Burada mən nə etməliyəm? Düzbucaqlı üçbucaqda bilirəm ki, katetlər bərabər yanlısı, hipotenuz bunun kökdəki misinə bərabər olur. Deməli, burada AB'nin uzunluğu olacaq 8 kök 2 vur kök 2, yəni 16'ya bərabərdir. Bu 16'dır. Və bərabər yanlı olduğu üçün burada çəkilmiş, elə bir ki, bir 90 dərəcə hətta altında çəkilib. Buna görə mən buna bir hündürlük kimi baxsam, bərabər yanlı olduğu üçün həm də bu bizim medianımız olacaq. Deməli, 8 olaraq paylanacaq. Və burada baxırıq ki, şəklində də verir ki, bu düzbucaqlıdır, yəni hündürlük çəkilib. Bu bir hündürlükdür. Bərabər yanlı olduğu üçün həm də o mediandır. 8 böldü. Burada nə yaranır? Düzbucaqlı üçbucaq. Pifaqor teoremini tətbiq edərək mən rahat tapa bilərəm ki, bax elə bir ki, buradan bura qədər 10'dur. Bura 8'dir. Mənə bu hissəni soruşur. X desəm, Pifaqor ədədlərdir. X də bərabərdir 6 və salam. Deməli, S nöqtəsindən, bax bu S nöqtəsindən bura qədər olan məsafəni tapmaq üçün mən birinci buranı tapdım 8. Burada vermişdi ki, S-dən S nöqtəsindən təpələrinə qədər olan məsafə 10'dur. Elə burada 10'dur, burada 10'dur. Bu məsafəni tapmaq üçün də belə yazmış oldum. Cavab elədir 6. Elə bir ki, x kvadrat bərabərdir 100 çıxılsın 64, x kvadrat bərabərdir 36, x də bərabərdir 6. 10 nömrəli sualda belə. Keçirik, baxırıq 11-ci suala. 11-də deyir ki, perimetrin nisbəti
2-də 1-dir. Oxşar üçbucağın C1 böl C2-ni tapın. Uşaqlar, oxşarlıq dərsində biz tanış olmuşduq ki, P1 böl P2 bərabərdir tərəflərinin nisbəti, o da bərabərdir K-ya, oxşarlıq əmsalına. Və həmçinin orada biz sahələrlə tanış olmuşduq ki, S1 böl S2 isə oxşarlıq əmsalının kvadratına bərabərdir. Əgər P1 böl P2-ni bizə veribsə ki, 2 böl 1 nisbətində artıq S1 böl S2 bərabərdir. Elə ki, bu bizim bucaq əmsalımızdır da. Yəni 2-yə bərabər. 2 böl 1 S1 böl S2 olacaq bunun kvadratına. Yəni 4-ün 1-i olan nisbəti olacaq. O da elədir A variantı. Baxıram 12 nömrəli tapşırığa. Deyir ki, B A-nın alt çoxluğudur. Bir dənə A çoxluq çəkirəm. Böyük bir çoxluqdur. Bu da B də bunun içərisində olan bir dənə çoxluqdur. Alt çoxluğu deyil, içərisində çəkdim. Deyir ki, B çoxluğun elementləri 2, 5-dir. Sırf A çoxluğunda olan elementlər 1-dir, 3-dür, 4-dür. A çoxluğunun elementlərini tapır. Uşaqlar, burada B çoxluğu A çoxluğunun alt çoxluğudursa, deməli elə ki, A-nın daxilində də bunun elementləri. Deməli, ümumi A-ya daxil olacaq. A çoxluğuna daxildir. 1, 2, 3, 4, 5 və salam. 1, 2, 3, 4, 5 A variantı. Baxıram 13 nömrəli tapşırığa. Uşaqlar, 13 nömrəli tapşırıqda əslində bunun heç A variantı yoxdur. Bu sualı həll eləyəcəyik. Sadəcə burada bir məqam var ki, tam dərinliyinə baxsaq, sırf 13 nömrəli sualın, onun bir yox, bir neçə həllər çoxluğu var. Ona görə sadəcə bizə indi toplu səviyyəsində yazacağıq. Baxıram ki, burada x kvadrat üstəgəl 10x çıx y kvadrat. Mən nə edirəm? Hamısını keçirəm bir tərəfə. Bərabərliyin bir tərəfinə və işarəni dəyişirəm. Bərabərdir 0-a. A kvadrat üstəgəl bu 10-u parçalasam 2 vur, x vur, 5 kimi yazsam müxtəsər vurma düsturuna gəlməsi üçün bunun bir 5-in kvadratı çatmır. Deməli, mən belə yazacağım. X kvadrat üstəgəl 10x üstəgəl 5-in kvadratını əlavə edirəm. Həm də 5-in kvadratını çıxıram. Burada artıq müxtəsər vurma düsturu gəldi. Çıxılsın. Y kvadrat çıx 4y üstəgəl 21 bərabərdir 0-a. Bu artıq birbaşa olaraq müxtəsər vurma düsturudur. Y üstəgəl 5-in mötərizə kvadratı. Burada qaldı ki, mənfi 25 üstəgəl 21. O da eləyəcək mənfi 4. Mən burada mənfini ortaq vuruq kimi qarşıya çıxarsam, qalacaq ki, y kvadrat üstəgəl 4y mənfi 4 idi. Mənfisini çıxartdım qarşıya oldu üstəgəl 4. O da bərabərdir 0-a. Bu da müxtəsər vurma düsturudur. X üstəgəl 5-in mötərizə kvadratı çıxılsın. Y üstəgəl 2-nin mötərizə kvadratı bərabər 0-a. Bunu müxtəsər vurma düsturu kimi sadələşdirsəm, alacağım ki, x üstəgəl 5 çıx y çıx 2 vurulsun. X üstəgəl 5 üstəgəl y üstəgəl 2 bərabərdir 0-a. Alacağım ki, x çıx y üstəgəl 3 vurulsun. X üstəgəl y üstəgəl 7 bərabərdir 0-a. Hasilin 0-a bərabər olması üçün vuruqlardan heç olmasa biri 0-a bərabər olmalıdır. Buradan da x üstəgəl y üstəgəl 7 bərabərdir 0. X üstəgəl y də bərabərdir mənfi 7. Cavabımız oldu. Məndən x üstəgəl y soruşurdu. Mənfi 7 A variantı. Baxırıq 14 nömrəli tapşırığa. Deyir ki, funksiyanın qrafiki verilmişdir. Tənliyinin neçə müxtəlif kökü var? Uşaqlar, əgər qrafik x ox üzərindədirsə, onun y-i 0-dır. X ox üzərindədirsə, y-i 0-dır. Deməli, bu elə mənim köklərimi verib ki, bunlar bunu nəyə çevirir? 0-a çevirir. Burada da funksiyanı 0-a çevirən bir nöqtə verir. Deməli, bu nöqtə həm bərabər olmalıdır mənfi 5, çünki mənfi 5 nöqtəsində funksiyanın, yəni y-in qiyməti 0-dır. 4 nöqtəsində də y-in qiyməti 0-dır. Həmçinin 4 çıx 3x kvadratı da bu da 0-a bərabər edir.
Bu da 0-a bərabərsə, onda deməli bunlar bir-birinə bərabərdir. Bir dəfə də 4-ə bərabər eləyəcəm. Mənfi 3x kvadrat bərabərdir mənfi 9-a. Hər iki tərəf mənfiyə bölsəm, 3x kvadrat bərabərdir 9-a, x kvadrat bərabərdir 3-ə, x bərabərdir müsbət mənfi kök altında 3-ə. Bir də buradan tapacağım ki, x də bərabərdir 0-a. 1, 2, 3. 3 dənə müxtəlif kök var. Demir ki, mənfi müsbət. 3 dənə müxtəlif kök var. Cavab Y variantı. Baxıram 15 nömrəli suala. Uşaqlar 15 nömrəli sualı iki cür yaza bilərik. Birinci üsul Herondur. Yəni sahəni taparıq, oradan rahat yazarıq. Amma ki, baxanda görünür ki, bunlar Pifagor ədədlərdir. 24, 7, 25 yoxlaya bilərsiniz. Özünüz yazıb yoxlayarsınız. Burada deyir ki, üçbucağın kiçik hündürlüyünü tap. Üçbucaqda kiçik tərəfə çəkilən hündürlük böyük hündürlük, böyük tərəfə çəkilən hündürlük isə kiçik hündürlükdür. Məndən bunu soruşur. Üçbucağın sahə cüsuru bərabərdir. Hündürlük vurulsun. Həmin hündürlüyün çəkildiyi tərəf böl 2. Bir də bir sahə cüsuru da var ki, katetlərin hasilinin yarısı. Mən bu düsturdan istifadə elədim. Siz istəsəz Heronla da tapa bilərsiniz. Amma mən qısa getmək istədim. Burada ikilər ixtisar gedir. 25h bərabərdir. 27-ni 24'ü vururam 7'ye. 4, 7, 28, 8 yazarım 2 hatta. 7, 2, 14, o da 2 hatta 16. 168'e. 168 de bölmeliyim 25'e. Bunun da içerisinde bu təqribi olarak 6 dəfə. O da eləyəcək 6 vur 5, 30, 150. 8, 1. 18'in içinde 25 yoxdur. Bir dəfə 0 atıram. Bura vergül atıram. 180'in içinde 25. Hardasa 7 dəfə var mı? 7 vur 5, 35, 5 yazarım. 3 yadda. 7 vur 2, 14. 175. Burada da 5. Burada da 0. Burada da 2. Neyse. Alttan 172. B variantı. H istirdi. Tapdım. Baxırıq 16 nömrəli tapşırığa. Deyir ki, limit x yaxınlaşır sonsuzluğa da bu ifadənin limitini tap. Uşaqlar, əgər dəyişən sonsuzluğa yaxınlaşırsa, bu zaman həmin limiti həll eləmək üçün kəsrin sürət və məxrəcini ən böyük dəyişənin ən böyük dərəcəsini bölmək lazımdır. Təbii ki, bu kök x-in dərəcəsi x-2-də 1-dir. Burada ən böyük dərəcə x-dir. Deməli, kök x-i x-ə böləcəm. 4x-i x-ə böləcəm. Elə bir kəsrin sürət və məxrəcini eyni bir ədədə bölürəm. X-ə böləcəm. Üstəgəl 1-i də x-ə böləcəm. Üstəgəlini yazdım. Əgər dəyişən sonsuzluğa yaxınlaşırsa, məxrəcdə dəyişən varsa 0-a gedir. Məxrəcdə burada yoxdur. Məxrəcdə dəyişən varsa 0-a gedir. Surətdə qalır ki, bu x-lar ixtisar gedir, qalır surətdə mənfi 4, məxrəcdə x-lar ixtisar gedir, qalır 2. O da elədi mənfi 2, cavab D variantı. Baxıram 17 nömrəli tapşırığa. 17 nömrəli tapşırıqda deyir ki, ABC natural ədədlərdir, müqayisə elə. Uşaqlar, bunlar natural ədədlərdirsə, deməli, natural ədəd deyirəm, müsbət ədəd. Müsbəti mənfiyə bölündə həmişə nə eləyir cavab? Mənfi eləyir. Deməli, bu ümumi hər 3 kəsrin cavabı mənfidir. Çünki müsbət böl mənfi, müsbət, müsbət böl mənfi. İndi burada tutalım bunu bərabər eləyirəm mənfi 1-ə. Tutalım ki, mənfi 1-ə bərabərdir. Bu zaman A nə olacaq? A olacaq 1. B nə olacaq? B də olacaq 3. C də olacaq 2. Və salam. İndi burada müqayisə apar deyir. Təbii ki, variantlar silinib. Burada olacaq ki, B böyükdür C-dən, o da böyükdür A-dan. Və yaxud A kiçikdir C-dən, o da kiçikdir B-dən. İndi burada hansısa variantdır, düşməyib belə. Baxırıq 18 nömrəli tapşırıq. Uşaqlar, bu cür trigonometri funksiyanın ala biləcəyi natural qiymətlərin cəmini tapmaq üçün
ümumi şəkildə biz yazaq ki, A vurulsun sinus x plus minus b vur kosinus x ümumi funksiyasının ala biləcəyi qiymətləri tapmaq üçün mən belə yazmalıyam ki, bu qiymətlərə daxildə mənfi kök altında sinus x-in əmsalının kvadratı, üstəgəl kosinus x-in əmsalının kvadratı, nöqtə, vergül, bir də bunun həmçinin müsbət qiyməti. Bu iki düsturdan, daha doğrusu bu düsturdan istifadə edərək mən bunu həll edəcəm. Deməli, bu funksiyanın ala biləcəyi qiymətlər olacaq ki, mənfi kök altında 3-ün kvadratı üstəgəl mənfi 2-nin kvadratı, yəni müsbət 4 plus nöqtə vergül, həmçinin bunun müsbət qiyməti. Buradan da mən alacağım ki, mənfi kök altında 13 nöqtə vergül, müsbət kök altında 13. Mən bunu aldım, lakin burada natural qiymətlər deyir. Bu natural qiymətlərə daxildir. Mənfi kök altında 13-dən təqribi olaraq çıxacaq. Tutalım, mənfi neşim yoxdur. Kök altında 13-dən təqribi çıxacaq. Tutalım 3,4. Kök altında 13-dən çıxacaq müsbət 3,4. İndi bu mənə həllər aralığı maraqlıdır ki, görüm bu aralığa hansı natural ədədlər daxildir. Çünki səndən nə istəyir? Natural qiymətlər istəyir. Deməli, mənfi 2, mənfi 1, bura aidiyyatı yoxdur. 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. Natural qiymətlərin cəmi o deyir 6. Topladım, hamısını 6 elədi. Keçirik 19 nömrəli tapşırığa. İfadəsinin qiymətini hesablayın. Uşaqlar, modul daxilində belə ifadələr olanda birinci siz ədədi moduldan çıxarmalısınız. Moduldan da ədəd çıxaranda baxmalısınız ki, modulun içərisində mənfidirmi, müsbətdirmi? 2,3-dən təqribi olaraq bir qiymət çıxardacağıq. 2,3-ə vuranda haradasa eləyəcək 5,1 nə qədər? 5,1 nə qədər eləyəcək? Deməli, mən bunu kökün altına yazsam, yazaram ki, kök altında 5 çıxılsın, kök altında 5,1 nə qədər? Elə ki, kvadrat kökə salıram və kökə yüksəldirəm. Eyni şeydir də, mənfi müsbət olması üçün mən ədədlərimi kökün altına salmalıyam. Bu modulun içərisində mənfi oldu. İndi ikinci modulun içərisinə baxıram. 2,2-dən, indi 2,2-ni kvadrata yüksəldib kökə salıram. 2,2-ni vuranda haradasa gələcək 4,1 nə qədər eləməlidir? 4, 4, 4, 4. 4, 8, 4. 1, 2, 4,84 eləyəcək. Bu da kök altına 5-dən kök altına 4,84 çıxa bilmərik, amma işarəsinə görə bunu eləyirik. Müsbət eləyəcək. Deməli, gəlin uşaqlar, birinci modulun da içərisini tez yoxlayın. Birinci modulun içərisini yoxlasam, 2,3-ə bir dənə vuraq. 9, 6, 6, 4, 9, 2, 1, 1, 2. 5,29 eləyir. O da kök altında 5-dən böyükdür. Kiçik ədəddən böyük ədəd çıxanda mənfi eləyir. Düz yazmışıq. Əgər modulun içərisində mənfisi onun əksi çıxacaq, olacaq 2,3 çıxılsın kök altında 5, üstəgəl. Burada isə özü çıxacaq. Çünki müsbət qiymət aldı. Burada kök altında 5-lər islah gedəcək. Qalacaq 2,14 çıx 2,2. Tam hissələr 1 çıxıram, kəsr hissələr 1 çıxıram. O da eləyəcək 0,1. 19 nömrəli tapşırıqda belə. Baxıram 20 nömrəli tapşırığa. Deyir ki, ABC üçbucağında bir dənə ABC üçbucağı çəkirəm. A, B, C. Bucaq A ya mən bir desəm alfa. Bucaq B olacaq 2 alfa. Yazıram ki, bucaq A alfadır, bucaq B 2 alfadır. Çünki 1-in 2 nisbətində bölünüb. BC-nin AC-yə olan nisbəti isə 5-in 6-yadır. Burada bir desəm K, BC-yə desəm 5K, AC olacaq 6K.
Deyir ki, kosinus bucaq A-nı tapın. Kosinus bucaq A-nı tapmaq üçün mən sinuslar teoremindən istifadə edəcəm. Sinuslar teoreminə əsasən yazaram ki, sinuslar teoremi nə idi? A böl sinus alfa bərabərdir B böl sinus beta, o da bərabərdir C böl sinus qamma, o da bərabərdir 2R. Elə deyil. İndi məndən burada R lazım deyil. Bu elə belə ümumi şəkildə yazdım. Yəni, tərəf bölünsün, həmin tərəfin qarşısındakı bucağın sinusu, sinus alfa bərabərdir. Növbəti tərəf bölünsün, həmin tərəfin qarşısında duran sinus alfası. Bunu mən belə yazdım. Və deyə bilərsiniz ki, müəllim, kosinusu istəyir, siz sinusu yazmışsınız. İndi kosinusa gələcəyik. Burada K'lar ixtisar gedir. Sonra yaza bilərəm ki, 5 bölünsün, sinus alfa bərabərdir 6 bölünsün. Sinus 2 alfa da 2 qat arqument üstüründə mən bunu açıram. 2 sinus alfa vur kosinus alfa şəklində açsam. Burada da təbii ki, sinus alfalar ixtisar gedəcək. 6 ilə 2 ixtisar gedəcək. Burada qalacaq 3, burada qalacaq 1. Çapraz vurursam, yəni kosinus alfa vururam 5-ə. 5 vur kosinus alfa bərabərdir 3-ə. Kosinus alfa bərabərdir 3 böl 6-ya. Kosinus alfanı da bərabər eləyirəm. 3 böl 6 deyil, 3 böl 5-dir. O da eləyir 0,6. Cavabımız eləyir C variantı. 20 nömrəli tapşırıq da B ilə. Baxıram 21-ə. Cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Müxtəlif kitablardır. Eyni fənnə aid kitablar yan-yana olmaq şərti ilə bütün kitabların rəfə neçə üsulla düzəltmək olar? Uşaqlar, burada neçdən kitab var? 1, 2, 3, 4. Ümumi 4 dənə kitabı müxtəlif yer dəyişmələrlə yerini dəyişəcəm. Ümumi neçdən kitab var? 4. Bu 4 kitab müəyyən yerlər dəyişəcək. Deməli, ümumi yer dəyişmələr 4 dənə faktorialdır. Hərəsinin bir dənədir. Bir dənə Azərbaycanlı, bir dənə riyaziyyat, bir dənə kimya, bir dənə coğrafiya, yaxud riyaziyyat, kimya, coğrafiya. Ümumi 4 kitabdırsa 4 faktorial. Sonra Azərbaycan dili kitabı öz içərisində neçə dəfə növbələşəcək? 2 dəfə. Deməli, 2 faktorial. Riyaziyyat neçə dəfə növbələşəcək? Elə bir riyaziyyat Azərbaycan dili belə. 3 dəfə. 3 dənə riyaziyyat kitabı varsa, deməli 3 dəfə riyaziyyat dövr eləyəcək. 3 faktorial. 3 dəfə dövr eləyəcək və hər biri ilə dövr eləyəcək. Kimyadan 2 dənə vur 2 faktorial. Coğrafiya bir dənə 1 faktorial. Və o 1 faktorialı yazmıram. 4 faktorial eləyir 24, 2 faktorial 2, 3 faktorial 6, 2 faktorial 2. O da eləyəcək 24 vurulsun 24. O da eləyəcək 576. O da eləyəcək C variantı. Keçirik 22-yə. Çevrənin mərkəzləri arasındakı məsafəni tapın. Uşaqlar, bu mərkəzi koordinatlarını tapmaq üçün hər birini 0-a bərabər eləyəcəm. Buradan tapacağım ki, bunun koordinatları 3 ilə 1-dir. Bunun koordinatları -3 ilə 1-dir. Tapdım belə. İndi bu mərkəzləri arasında məsafəni tapmaq üçün, yəni 2 nöqtə arasındakı məsafəni tapıram da. Məsafəni tapmaq üçün kök altında düsturumuz var idi. x1 çıx x2 mötərizə kvadratı üstəgəl y1 çıx y2 mötərizə kvadratı. Həmin düsturdan istifadə edərək 3 çıxılsın -3-ün mötərizə kvadratı üstəgəl 1 çıxılsın 1-in mötərizə kvadratı. Təbii ki, burada alacağım ki, burada nə səhv yazmadım? Yox. Birinci bu mötərizənin içərisini həll eləyirəm. 3-dən 3 çıxanda eləyir. Bu mənfiyə dəyər olur müsbət 6. 6-nın kvadratı kök altında 6-nın kvadratı üstəgəl 0. O da eləyir 6. O da eləyir A variantı. Belə. Keçirik 23 nömrəli tapşırığa.
23-də deyir ki, x bərabərdir loqaritma 4 əsasına 28 və y bərabərdir 3 əsasına 38 olarsa bu ifadənin qiymətini tap. Uşaqlar 4 əsasına 28 o deməkdir ki, yəni sən burada x-in ala biləcək qiymətləri tapırsan. X burada hansısa ədədin 4-cü dərəcədən qüvvəti 28-ə yaxındır, 28-i aşmır. 2-nin 2-yə yaxındır. Elə bir ki 2 üstü 4 16-dır. 2 tam onda nə qədər? Bir də ki, hansı ədədin 4-cü dərəcədən qüvvəti 28-dən böyükdür və ən kiçikdir. O da eləyəcək 3 üstü 4. Deməli, 2 üstü 4, 3 üstü 4 arasında yerləşib 28. Deməli, x-in ala biləcəyi qiymət 2 ilə 3 aralığındadır. İndi y-in ala biləcəyi qiymətlər aralığını tapıram. Amma burada 3-cü dərəcədən nəzərdən yetirirəm. Hansı ədədin 3-cü dərəcədən qüvvəti 38-ə yaxındır, 38-i aşmır. 3-ün kubu 27 edir də. Artıq 4-ün kubu 64 edir. Və elə bir ki 38-ə yaxın, 38-in sağ və sol tərəfində ki ədədlərə baxıram ki, onlar 3-cü dərəcə şəklində yazıla bilsin. Digəri də 64-dür. O da eləyir 4-ün kubu. Deməli, y 3 ilə 4 arasında, x 2 ilə 3 arasında yerləşib. Deməli, x y-dan nədir? X y-dan kiçikdir. Kiçik ədəddən böyük ədəd çıxanda mənfi eləyir. X-in qiyməti 2 tam onda neçədir? Elə deyil. 2 tam onda neçə? 2 tam onda neçədən 3 çıxanda mənfi eləyir. 5-dən 3 və 4 aralığında götürən bir ədəd götürsəm, müsbət eləyəcək. Yəni, böyük ədəddən kiçik ədəd çıxanda müsbət eləyir. Burada modulun içərisində mənfi olduğu üçün əksi çıxacaq. X çıxacaq. Çıxılsın. Moduldan əksi çıxacaq. Üstə gəlsin. Moduldan özü çıxacaq. Qaldı y çıx x. Çıxılsın 3. Üstə gəl x. Üstə gəl 5. Çıx y. Burada x-lar islah gedəcək. Y-lar islah gedəcək. Qalacaq mənfi 3. Üstə gəl 5. O da eləyir 2. 23 nömrəli tapşırıqda belə. Keçirik 24 nömrəli tapşırığa. Deyir ki, bərabərsizliyin tam əllər çoxluğundan təsadüfi seçilmiş bir ədədin mənfi ədəd olmaması hadisəsini tapın. Biz bunu tapmaq üçün birinci bərabərsizliyi həll eləmək lazımdır. Təbii ki, modulu x dəyər 5 fərqli olmalıdır sıfırdan. X fərqli olmalıdır mənfi 5-dən. Mən bunu tapını qoydum. Birinci bunu yazmalıyım. Sonra isə surəti sıfıra bərabər edib, surəti vuruqlara ayırıram. Burada diskriminantla da gedə bilərəm. Hətta viyetlə də gedə bilərəm. Gəlin viyetlə gedək. x1 vur x2 bərabərdir mənfi 15-ə. x1 üstə gəl x2 bərabərdir mənfi 2-yə. x1 bərabərdir mənfi 5. x2 bərabərdir 3. Vəssalam. Deməli, vuruqlara ayrılışı da yaza bilərəm. İndi birbaşa olaraq yazıram nöqtələrimi. Olacaq mənfi 5, 3. İndi baxıram bu məsələyə ki, uşaqlar, bu moduldur. Modul həmişə müsbətdir, bundan müsbət çıxır. Bu kəsir nə olmalıdır? Sıfırdan kiçik bərabər olmalıydı. Deməli, mən bunu kiçik bərabər şəklində yazıb həll etməyim. Bəs edər. Bəs edər. Deməli, surət kiçik bərabər olmalıdır sıfırdan ki, ümumi nisbətin cavabı sıfırdan kiçik olsun. İndi 3-dən böyük bir ədəd götürəm 4. 4-ün kvadratı 16 müsbət eləyir. 0 götürsəm mənfi eləyir. Buradakı müsbət eləyəcək. Mənə lazımdır mənfi aralıq. Təbii ki, mənfi 5 ola bilməz. Amma 3 daxildir. Çünki 3 surəti sıfıra çevirəcək. 3 isə daxildir. Ödəyir şərti. İndi mənim həllər çoxluğunda seçilmiş bir ədədin mənfi ədəd olmaması hadisəsinin ehtimalı. Burada bu həllər çoxluğuna daxildir. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Mənim ədədlərimdir. Burada uşaqlar deyir ki, mənfi ədəd olmaması hadisəsinin ehtimalı. Mənfi ədəd olmaması deyəndə 0 da mənfi deyildi, elə deyil. Hadisənin ehtimalı bərabərdir. Mümkün hal neçədənədir? Mənfi ədəd olmaması. Ümumi 3, 8 dənə ədədim var. Bu mümkün 8 ədədim var. Mənfi ədəd olmayanlar 0,
0 mənfi deyil. 1, 2, 3, 4. 1, 2, 3 mənfi deyil. Mən 4 dənə. İxtisar da aparsam 2-də 1. 24-cü sualın cavabı 2-də 1 eləyir. Keçirəm 25 nömrəli tapşırığa. Parametrinin hansı, B parametrinin hansı qiymətdə tənliyin köklərinin kvadratları cəmi ən kiçik olar. Tənliyinin köklərinin kvadratları cəmini tez yazıram belə. Eləyirəm ki, viyetinə rahat yazım. Yazıram alınma düsturdur. Bu ifadədən istifadə edib sadələşdirəcəm. x1 üstəlik x2 nəyə bərabərdir? Əks işarə ilə ikinci həddin x-in əmsalına, yəni müsbət 2b çıxılsın 3-ə. x1 vur x2 nəyə bərabərdir? Mənfi 2b-yə bərabərdir. Götür qoy yerinə. Olacaq ki, 2b çıx 3-ün mötərizə kvadratı çıxılsın, 2 vurulsun, mənfi 2b, o da eləyəcək müsbət 4b. Mən bunu sadələşdirsəm, olacaq ki, 4b kvadrat çıxılsın 2ab. Mən bunu qəribə yazmışam. 12b üstə gəl 9 üstə gəl 4b. Bunu da mən biraz da sadə hala gətirsəm, alacağım 4b kvadrat çıx 8b üstə gəl 9. Uşaqlar, biri var ifadənin ən kiçik qiymətin tapılması, ən kiçik ən böyük qiymətin tapılması. Bir də ki, hansı nöqtədə ifadə ən kiçik qiymət alar. Bu zaman mən n bərabərdir, mənfi b böl 2a düsturundan istifadə edərəm. O da deyəcək mənfi b-miz də neçədir? Ki, əmsaldır da. Mənfi 8 böl 2 vurulsun a. A-mız da 4'dür. O da eləyəcək cavab 1. Bir də var ifadənin ən kiçik qiymətin tapılması. Onu bizdən istəmirdi. Elə belə yazıram. İfadənin ən kiçik qiymətin tapılması isə n bərabərdir 4ac çıx b kvadrat böl 4a ilə tapılır. Bu ifadənin ən kiçik qiymətin tapılmasıdır. Bu isə ifadənin hansı qiymətində, yəni dəyişənin, parametrin hansı qiymətində ifadə ən kiçik qiymət alar. Bu zaman biz bu düsturdan istifadə edirik. Bu da belə. 25 belə keçirik 26-ya. Xarici bucağı 36 dərəcə olan düzgün çoxbucaqlının neçə diaqonalı var? Uşaqlar, xarici bucağı 36 dərəcə olan ümumilikdə düzgün çoxbucaqlının bir xarici bucağını tapmaq üçün biz nə edirdik? Alfa bərabərdir 360 böl n düsturundan tapırdım. Mən buradan elə bir ki, mənə burada dərəcəni verib, amma tərəfi verməyib. Yazıram 360 bölünsün n. Təbii ki, burada çapraz vursam n taparam 10. Deməli, bunun tərəflərinin sayı 10 dənədir. Diaqonallarının sayı isə d bərabərdir n vurulsun n çıx 3 böl 2 düsturu ilə tapılır. Götür, n burada tərəfdir. Götürürsən, n-i qoyursan yerinə. 10 çıx 3, 7 böl 2. O da eləyəcək 35 dənə diaqonal var. 26-cı sualın cavabı 35'dir. Keçirik 26 nömrəli tapşırığa. 26-ın biraz şəkli tamamlayaq belə. Deməli, 26-da biz baxırıq bucaqların üzərinə ki, biz burada nə işlər görə bilərik. Deməli, bura 80-dir, bura 30-dur, bura olacaq 50 dərəcə. Çünki n bucağında, m şəklində yazılanda, eyni tərəfə bucaqların cəmi bərabər digər tərəfə baxan bucaqların cəminə. Burada şəkil biraz yaxşı düşməyib. Bəs bunun alfası hanı? Bununla bu qarşı-qarşıya bucaqlardır. Qarşı bucaqlar bir-birinə bərabərdir. Beta bərabərdir 30 dərəcəyə. Bəs alfa hanı? Yəni ki, bir dənə baxaq görək burada. Şu alfa verməyib ki. Hə, alfanı burada verib. Alfa buradadır.
şəkli ilə verib ki, şəklə pensiya düşür. İndi mən burada bu bucağı uzatsam, burada məlumdur ki, alfa 50 dərəcəyə qonşudur. Qonşu bucaqların cəmi 180 dərəcə olduğu üçün alfa da bərabərdir 180 çıx 50 130 dərəcə. Deməli mən birinci şəkildən alfanı, betanı belə tapdım. Buradan yaza bilərəm ki, alfa üstəgəl beta bərabərdir 160 dərəcə. Məsələn, bunu da tapdım, qoydum. İndi keçək 2 nömrəli tapşırığa baxaq. Burada görürəm ki, bura 70-dir. 70-ə qonşu olan bucaq beta-hanı şəkil elə verilib ki, bura alfadır, bura betadır. Bu şəklə baxanda görürəm ki, beta 50 dərəcə qonşudur. Deməli, bura 130 dərəcədir. Bura 70'dirsə alfa bucağı burada 70 dərəcədirsə 70 dərəcəyə qonşu olan bucaq 110 dərəcədir. D1 də D2-yə nə idi? Paralel idi. Paralel düz xəttlərin xassəsini istifadə edərək deməli olacaq ki, 110 dərəcə üstəgəl alfa üstəgəl 130 dərəcə bərabərdir 360 dərəcəyə. Buradan indi biz alfanı tapacağıq. Bu olacaq 240 dərəcə. Alfa da bərabərdir 360 çıxılsın 240 dərəcə. Alfa da bərabərdir 120 dərəcə. Beta da nəyə bərabər idi? Beta'nı da tapmışdım 130 dərəcə. Bu da belə. Keçirik 3'ə baxırıq. 3'də şəklin üstünə yazıblar deyə biraz qarışıqdır. Bura 60 ise bura 120 dərəcədir. Beta 120 dərəcədir. Burada mən bu xətti uzatsam 40 dərəcə 60 dərəcə eləyir 100 dərəcə. Bura olacaq 80 dərəcə. Burada alfadır. Alfa ilə bu nədir? Paralel düz xəttlərdir. Lap belə də yaza bilərik. Bura 60'dır. Daxili çapraz bucaqlar var burada. Bura 80 ise burada 80'dir. Onda alfaya qonşu bucaq 80 dərəcə ise alfa da bərabərdir. Buradan da alfa da bərabərdir 100 dərəcə. Və salam. İndi gəlirik baxırıq ki, birinci A variantına uyğun A bərabər 110 dərəcə. 110 dərəcəmiz varmı? 110 dərəcəmiz, alfa 110 dərəcə yoxdur. Onda belə gedək. 1'ə uyğundur. Alfa üstəgəl beta 160 dərəcə. 1'ə uyğundur B. Sonra C bərabər C variantında 130'dur. Elə 1'də biz tapmışdıq alfa 130 dərəcə. Deməli 1'ə uyğundur B və C. Baxırıq 2'yə. Başqa nəsə qaldı? Uyğunluq yox. Burada mən alfa 120 dərəcə tapmışdım. Burada da var. Deməli 2'yə uyğundur Y. Başqa baxaq görək nəsə varmı? Beta'nı tapmışam. Belə. Sonra baxırıq 3'də. 3'də də alfanı tapmışam 100 dərəcə yoxdur. Beta'nı tapmışam 120 dərəcə. Bu da yoxdur. Bəs burada nə var? Hə, alfa üstəgəl beta cəmi 220'dir. 3'ə də uyğundur D variantı. Belə. Keçək, baxaq. Qutardı artıq. Situasiya tipli tapşırıqlarımızı işləyək. Situasiya tipli tapşırıqlarda vərəq açmalı olacağam. Deyir ki, Elmir və Gülnar düşərgədədir. Başqa uşaqlar da düşərgədədir. Onlar da düşərgədədir. Elmir oğlanların sayının qızların sayına nisbətini hesablayanda özünü və Gülnar saymağı unudur. Və 5'də 3 kəsir tapır. Gülnar isə oğlanların sayının qızların sayına nisbətini hesablayanda özünü saymağı yaddan çıxardır. Elmir isə 2 dəfə sayır və nəticəni 3'də 2 kəsirini tapır. Düşərgədə neçə uşaq var? Uşaqlar, indi bunu mən yazmaq istəyirəmsə, deməli birinci mən baxıram ki,
nə oğlanların sayını bilirəm, nə də qızların sayını bilirəm. Onda biz necə edək? Deyirəm ki, qızların sayı və oğlanların sayı. Elmir oğlanların sayı, qızların sayı x, oğlanların sayı olsun y. Özünü və günləri saymağı onudur və 5-də 3 kəsrə alınır. Ümumi mənim x dənə qızım var. Oğlanların sayı isə y-dır. Burada deməli Elmir özünü və günləri saymağı unudur. Özünü elə ki bir dənə oğlanlardan özünü saymır. Bir dənə də qızlardan saymır. Özünü və günləri saymır. Alır cavab 5-də 3. Bu bizim Elmirin saydığıdır. Sonra günlər də gəlir. Günlər oğlanların sayının qızların sayına nisbətini hesablayanda özünü yaddan çıxardır. Günlər gəlir, hesablama aparır. Qızların sayına nisbətini hesablayanda özünü saymır. Deməli, özünü saymırsa, burada nə baş verəcək? Dedik ki, qızların sayı x-dır, oğlanların sayı y-dır. Elmir sayır özünü az, elə ki az sayır da uşağı. Bir dənə özünü az sayır oğlanlardan, qızlardan da bir dənə az sayır. Günlərin özünü və 5-də 3 tapır. Sonra günlər gəlir, günlər sayır və qızların sayını hesablayın, özünü saymır. Elə ki hesabda neçə dənə qız var? X-dən x bölü y şəklində yazıram. Özü elə ki qıraqda qalır da, artıq qalır. Özünü saymır. Əlavə bir nəfər özüdür, əlavə qalır. Bir nəfər özü qalacaq. Və oğlan çıxarır, Elmiri isə 2 dəfə sayır. Elmiri 2 dəfə sayında bir dəfə sayısı oğlanlar ümumi x-dır. Bir də artıq sayacaq. Üstə gəl bir dənə də əlavə. Elə ki 2 dəfə sayırsa bir dəfə oğlanların içərisindədir. O ümumi x-dır. Daha doğrusu oğlanların sayı ümumi y demişəm. Ümumi şəkildə bunu elə ki saymır. Baxaq 28 nömrəli tapşırığa. Bu tapşırıqda uşaqlar mən nə oğlanların sayını bilirəm, nə qızların sayını bilirəm. Ona görə yazacağım ki, oğlanların sayı oğlanlara mən deyirəm x qədərdir. Qızların da sayını deyəcəm y-dır. Burada onlar uşaqlar sayırlar. Elmir oğlanların sayını, qızların sayını nisbəti, yəni oğlanların qızların sayını olan nisbətini hesablayanda nisbət bölmə deməkdir. Özünü və günləri unudur. Özünü unudursa, oğlanlardan biri əksik gələcək saydan, qızlardan da biri saydan əksik gələcək. Və cavab tapdı 5-də 3. Sonra günlər başlayır saymağa. Günlər sayanda isə özünü yaddan çıxardır. Özünü yaddan çıxardırsaq, deməli qızlardan bir dənə əksik olacaq da. Qızlar da y idi. Elə ki bir dənə özünü saymadı, azaltdı. Say bir dənə özünü azaldı. Amma Elmiri də 2 dəfə sayır. Elmir bir dəfə saysa elə oğlandan sayı eləyir. 2 dəfə saysa artıq olacaq x deyil 1. Elə ki Elmirdən bir dənə artıq qaldı. Hesablayır, özünü saymağı yaddan çıxardır. Elmir isə 2 dəfə saydı. Yazdım. Bu zamanda nə alır? 3-də 2 kəsirini alır. Deyir ki, düşərgədə neçə uşaq var idi? Uşaqlar bunu sistemə alıb həll eləsəm, çapraz vura bilərəm. Alaram ki, 5x çıx 5 bərabərdir 3y çıx 3. Digərini də həll eləsəm, alaram ki, 3x üstə gəl 3 bərabərdir 2y çıx 2. Belə ki, birbaşa olaraq belə yazdım. İndi buradan mən x-ları, y-ları bir tərəfə keçirdəcəm. Alacağım 5x çıx 3y bərabərdir. Mənfi 3 üstə gəl 5 2-yə. 3x çıx 2y bərabərdir. Mənfi 5-ə. İndi burada x-ları, y-ları yox eləməliyəm. Gəl yox eləyək. Y-ları bunu 2-yə vururam, bunu 3-ə vururam.
Alacağım ki 10x çıxılsın 6y bərabərdir 4-ə. 3'ə vursam 9x çıx 6y bərabərdir -15'ə. Tərəf-tərəfə çıxmaq istəyirəm. Bunlar islah gedəcək. X də bərabərdir 4 çıxılsın 15. O da eləyəcək müsbət 19. X-i tapdım. İndi y-i tapmaq lazımdır. Aparıb yerinə qoyaram. Yazaram ki 3x çıx 2y bərabərdir -5 deyil. Burada x-in yerinə 19 qoyuram. Olacaq ki 3 vur 19 çıxılsın 2y bərabərdir -5'ə. Bunu buna vuranda eləyəcək 57 çıx 2y bərabərdir -5'ə. -2y bərabərdir -5 çıx 57'yə. 2y bərabərdir 60. 2'yə y də bərabərdir 31'ə. Y-ım nə idi? Y-ım qızların sayıdı. X-im isə oğlanların sayıdı. Deməli olacaq 31 üstəgəl 19. O da eləyəcək 50 dənə şagird olub. 28 nömrəli tapşırıqda. İndi keçirik 29 nömrəli tapşırığa baxırıq. Deyir ki, düzbucaqlı paralelipiped, piramida və kubun oturacaqları konqruent kvadratlardır. Yəni konqruent bərabər deməkdir. Bərabər kvadratlardan ibarətdir. Düzbucaqlı paralelipipedin həcmi piramida və kubun həcmlərinin cəminə bərabərdir. Düzbucaqlı paralelipiped və piramidanın hündürlükləri 6 cm-dir. Onların oturacaqlarının tərəfini tapın. Uşaqlar, bunu yazmaq üçün birinci burada biz şəkilləri təsvir eləməliyik. Düzbucaqlı bir dənə paralelipiped çəkirəm. Bu mənim düzbucaqlı, indi oxşamaya da bilər, indi oxşatmağa çalışırıq. Gəl onu silək. Elə bir ki, uşaq oxşadı da siz belə qəbul eləyin. Aha. Mənim düzbucaqlı paralelipipedimdir. Oturacaqlar kvadratsa AA və bunun bir hündürlüyü də var. Bir H hündürlüyü deyirəm. Bu oldu mənim düzbucaqlı paralelpipedim. Bir dənə də çəkəcəm piramida. Piramida oturacağı dördbucaqlıdır. Bunu da çəkdik piramidamızı. Bu da bizim oldu piramidamız. Bir də yazıram piramid. Bir də nəyə çəkməliyəm? Bir də kub çəkməliyəm. Kubdakı belə uşaqlar işarə olunur. Baxın. Elə bir ki, elə paralelpipedə oxşayır. Sadəcə bunu tam belə elə bir ki, yığcamdır da. Belə. Bu da mənim oldu kubum. Uşaqlar, burada siz sahə deyirəm, həcm düsturan bilməlisiniz. Düzbucaqlı paralelpipedin həcmi V bərabərdir. A kvadratı vur H düsturu ilə tapılır. Piramidanın həcmi 3/1 A kvadrat vur. Burada hündürlüklərinin piramida və kubun hündürlüklərini verir, amma burada hündürlük verməyib də. Bunu H deyirəm, bunu da H1 hündürlüyü deyirəm. H1 hündürlüyü. Bir də kubun da öz həcmi var. V də bərabərdir. A kubun elə bir ki, bunun da bütün tərəflə A'dır. Hündürlüyü tərəfə bərabərdir. Bu da belə. Deyir ki, piramida və kubun həcmləri düzbucaqlı paralelipipedin həcmi A kvadratı vur H bərabərdir digərlərinin həcmlərinin cəminə. Uşaqlar, burada həm mənə deyir ki, düzbucaqlı paralelipiped və piramidanın hündürlüklərini verib 6 cm-dir. Yerinə 6 qoyaram. Alaram ki, A kvadratı vur 6 bərabərdir 3/1. A kvadratı vur 6 üstə gəl A'nın kubu. Bütün tərəfləri 3-ə də vura bilərəm. Heç 3-ə vurmuram. Onsuz bu ilə bu ixtisar gedirdi. Burada 2 qalır. Qalır ki, 2A kvadratı üstə gəl A kubu bərabərdir 6A kvadratına. A kvadratlarını keçirsən bir tərəfə 4A kvadratına. Hər iki tərəfi A kvadratına bölsəm A bərabərdir 4-ə. Cavabı tapdıq 4. Deyir ki, oturacağının tərəfini tapın. Kongruent demişdi oturacaqlar. Yəni bərabərdir. Və
Kvadrat olduğu üçün bütün tərəflər bir-birinə bərabərdir. O da elədir. Cavab 4. İndi uşaqlar gəlin baxağın. Bu sualı da üstünə yazılıb deyə biraz qarışıq görünür. İndi bu şəkli mən burada yenidən təsvir etməyə çalışacağım. 30 nömrəli sualı izahına baxırıq. Bir dənə mən belə bir çevrə çəkirəm. Bu çevrədən şərti oxuyaq. Mərkəzi O nöqtəsidir. Lap yaxşı. O nöqtəsini bir dənə mərkəz çəkdim. AB paraleldir CD. Deməli, buradan bir dənə AB çəkirəm. Bir dənə burada CD çəkirəm. Funksiyanı bağlayaq. Bunlar paraleldir və B-dən O-ya qədər. Burada bir O nöqtəsidir. BO da OC-yə nədir? Perpendikulyardır. B-dən O-ya qədər hissə BO. Tutalım ki, mən belə dedim də. Yerlərini səhv koydum, eyb yox. Bura A-dır. Bura B-dir. D-dir. BO perpendikulyardır OC-yə. Perpendikulyarsa deməli burada 90 dərəcə məsələsi var. Burada da uşaqlar 90 dərəcəmizi yazdıq. Mərkəzi bucaqdırsa burada 90 dərəcədir. Mərkəzi bucaq söykəndiyi qövslə ölçülür. CD vətərinin mərkəzindən olan məsafəni AB vətərinin yarısına bərabər olduğunu isbat edin. Uşaqlar, burada bu R-dir, bu da R-dir. Radius daxil, radiuslar R-ilə işarə elədim. Buradan deyir ki, CD mərkəzində olan məsafəni C-dən D-yə qədər. CD vətərinin mərkəzə qədər olan məsafəsi. Məsafə deyirsə, C-dən bu mərkəzdən, mərkəzi hissədən bir dənə mən burada perpendikulyar çəkərəm. Burada alınar nə? Burada alınar. Niyə belə işləmir? Dondu. Davam edək. Deməli, davam edək sualımıza. Planşet donmuşdu, indi tezdən davam edirik. CD vətərinin mərkəzindən CD-dən mərkəzə qədər bir dənə düz perpendikulyar çəkdim. Məlumdur ki, mərkəzdən vətərə qədər olan məsafə həmin vətəri 2 bərabər hissəyə bölür. Deməli, mən buradan bura qədər A desəm, buradan bura qədər də məsafə A-ya bərabər olacaq. Məlumdur ki, mərkəzdən vətərə qədər olan məsafə vətəri 2 bərabər hissəyə bölür. Burada düzbucaqlı üçbucaq yaranır. Bu düzbucaqlı üçbucaqda bura bir alfa desəm, bura bir beta desəm, alfa üstə gəl beta cəmi neçə olmalıdır? 90 dərəcə olmalıdır. Təbii ki, mən buradan bir dənə də belə bir düz xətt perpendikulyar çəksəm, bura B desəm, burada B olacaq. Və məlumdur ki, burada da düzbucaqlı üçbucaq yaranacaq. Və bu düzbucaqlı üçbucağında daxili bucaqların cəmi ümumi 180 dərəcə eləməlidir. Yəni, bu 90'ın qarşısına bu R durubsa, bu 90'ın qarşısına R durub. Deməli, burada mən oxşarlıqdan istifadə edəcəm. Niyə? Radiuslar, yəni tərəflər oxşardır. Bucaqlar oxşardır. Deməli, mən burada oxşarlıqdan istifadə edəcəm. Bura bir beta desəm, burada bir alfa olacaq. Və salam. Mən bunu yazdım. Məlumdur ki, bu alfanın qarşısında nə durub? A durub. Bəs bu alfanın qarşısında duracaq. A durmalıdır. Bərabər tərəflər qarşısında bərabər bucaqlar durur. Bu betanın qarşısında, hani bu? B durubsa, bu betanın qarşısında nə duracaq? B duracaq. İndi mən baxıram ki, mənim mərkəzdən vətərə qədər olan məsafəm B-dir və bu məsafə A, B vətərinin yarısına bərabərdir. 2B-dir, B-dir.
Deməli, həmçinin də mən bu vətərdə mərkəzə qədər olan məsafə A-dır. Bu A-sa digər vətərin yarısına bərabərdir. 2A-nın yarısına bərabərdir. Deməli, buradan da məlumdur ki, biz belə yaza bilərsiniz ki, oxşarlıq əlamətindən, yəni oxşarlıqdan biz bucaqları müəyyən etdik və bu müəyyənlikdən də alındı ki, burada bərabər tərəflər qarşısında bərabər bucaqlar durmalıdır. Buradan da aydındır ki, biz tərəfləri müəyyən edəndə aydın olur ki, mərkəzdən vətərə qədər olan məsafələr digər vətərin yarısına bərabərdir.